Değerli Jale xanım, Aristoviç bilirsiniz çok çelişkili bir insandı. Müharibənin başladığı zaman çok farklı bakış açısından bilirsiniz hem iktidarda təmsil olunurdu. Sonradan bu medya platformaları üzerinden çok farklı analitikalar aparırdı ve apardığı analitikalarla ve bugünkü belə deyim duruşu ve beyanları çok birbirine çelişkilidir. Yani Aristoviç'in özü ben düşünürüm ki Ukraynada çok geniş sosial təməli olmayan, sosial platforma olmayan bir belə deyim nümayəndədir. Amma siyasət elə bir alətdir ki, başlandığı zaman bəlkə də iddialı görünməyən və xaricdən və ya ölkənin içindən fərqli güclərdən dəstək alıb fərqli yerlərə və fərqli yönlərə yönəldilə bilir. Amma Aristoviç çox çəlişkilidir. Mən düşünmürəm ki, onun üzərinə Ukraynanın içindəki ciddi güclər hər hansı bir ciddi hesablama aparsınlar. Amma burada siz bilirsiniz Zaluzhninin adını çəkirsiniz. Zaluzhny keçmiş bir hərbiçidir və hərbiçilər arasında çox populyardır və Ukraynada da bəlli bir Zelenski en büyük sosial rakip hesap təməli olunur. olan. Zelenski en Bəli, büyük rakip hesap mən də olunur. eyni. Ben de eyni şəkildə düşünürəm. Çünki Zaluzhny hərbiçilər arasında da çox yüksək belə tanınmasından əlavə çox etkili bir siyasi figurdur. Yəni olasılıklar arasında Qərbdən də çox ciddi dəstək ala bilər. Bilirsiniz Zaluzhny hal-hazırda Böyük Britaniyanın və Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsindədir və ciddi şəkildə beynəlxalq əlaqələr və beynəlxalq qurumlarla işləmə şəklini də bu qısa dövrdə yani en azından bir öğrenme imkanı oldu. Bilirsiniz hərbiçilər müharibə sonrası dünyadaki təcrübə onu göstərir ki, çox da başarılı olmurlar. Hatta 2. Dünya Müharibəsindən sonra Amerikada bilirsiniz müharibələr qazanmış devlet başçıları ilk seçimlərdə hamısı itirdi. Yani İngiltərənin özündə Churchill'in özü başarıyla 2. Dünya Müharibəsini bitirməsinə baxmayaraq siyasətdə çox da başarılı ola bilmədi. Zaluzhninin gələcək üçün Ukraynada hər hansı bir siyasi başarısı olacağı mənim üçün bu biraz sual işarətidir. Çünki burada bilirsiniz kimin iktidara gəlməsi deyil. Bu müharibəyi kimin necə yönətə bilməsi önəmlidir. Çünki burada tərəflərin hər hansı birinin istəyindən asılı olmayaraq müharibəyə bugün dur deməklə dayandırılacaq bir nöqtədə deyil. Çox ciddi irəlilənib və çox fərqli belə deyim sonuçlarla bugün davam eləyir. Ona görə mən düşünürəm ki, hər hansı bir bugün son belə deyim qərar əlbəttə ki, Ukrayna seçiciləri verəcək. Mən Zaluzhninin sonuc olaraq siyasətdə başarılı olacağını çox da perspektivli görmürəm.